Dünənləri iqtisadiyyat üçün çox vacib bir hadisə baş verdi. Nobel mükafatı laureatları, daha doğrusu Nobelin şərəfinə olan iqtisadiyyat mükafatları təqdim olundu və 3 iqtisadçıya bu verildi. Bütün 3 iqtisadçı onları hardasa neo-Schumpeterian adlandıra bilərik. Hardan bu gəlir? Dahi Avstriyalı iqtisadçı Joseph Schumpeter'in davamçılarıdır. Joseph Schumpeter iqtisadiyyat tarixində bir fundamental kəşflə deyək yadda qalıbdır. Bu da creative disruption, yəni yaradıcı dağıdan konsepti ilə. Bütün sənaye inqilabları prinsipcə bu creative disruption, yaradıcı dağıdıcılar ya da dağıdıcı yaradıcılar necə istəyirsə onu tərcümə edin, onun üzərindən gedir. Maşınlar icad olunubdur, atlar geri çəkilibdir, zavod, fabriklər, avtomatlaşdırma, robotlaşma, bütün bunlar hansı sənayeləri dağıdıblar, hansısa yeni sənayelər qurublar. Və onların 25-ci ildə məhz bu istiqamət üzrə Nobel mükafatlarının alınması heç də təəccüblü deyil. Çünki biz 4-cü sənaye inqilabının faktiki olaraq əstənəsindəyik, ən böyük dəyişikliklərin astanasındayıq və süni intellekt gəlir. Və süni intellekt nə edəcəkdir? Bizi hamımız öldürəcəkdir, Terminator senarisi olacaqdır, yoxsa daha yaxşı edəcəkdir bizim həyatımızı, real olaraq heç kim dəqiq bilmir. Amma biz hal-hazırda artıq Amazonda və digər şirkətlərdə böyük ixtisarlar görürük və insanlar narahat olmağa başlayır. Və əvvəlki inqilabları nəzərə alsaq, misal üçün aydın məsələ idi ki, Ford avtomobilləri artıq əlçatan etdikdən sonra hamı düşünürdü ki, bir çox insanlar işsiz qalacaqdı. Lakin bilinmədiyin, misal üçün avtomobil ümumiyyətlə icad olunanda at təsərrüfatı və atçılıq ümumiyyətlə məhv oldu ondan sonra. Lakin digər bir industriya yarandı. Bu isə turizm industriyası idi. İndi insanların ki maşınları var idi, avtomobilləri vardı və onlar daha uzun məsafələrə səyahət edə bilirdilər. Yeni otellər tikildi, otellərdə işçilər tələb olundu, tikinti və infrastruktur sferası bir xeyli inkişaf etdi. Bu səbəbdən süni intellekt bizə nə gətirəcək bilinmir, amma Nobel mükafatının verilməsi prinsipcə məntiqə uyğundur.